Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Mətbuat az xəbər verir ki, bunu Qarabağ Ə-in baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin bu turunda Atletik Ə-ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis səfərdə məğlub olduqları qarşılaşmanı şərh edib, rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Tarix mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub saxladılar. Futbolçularımız üçün bu asan değildi. Atletik Ə hesabda 2-1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq. Nəticədə 3-cü qolu qapımızda gördük. Qeyd edək ki, Atletik Ə Qarabağ Ə maçı ev sahiblərinin 3-1 hesablı qələbəsi ilə bitib.